Selamünaleyküm dostlar. Bu günləri yepyeni bir Metro Royal videosuyla karşınızdayım. Gördüğünüz gibi əlimizdə bu dəfə MK14 değil, oyunumuzun təzə silahı olan Rondo xəritəsi ilə birlikdə gələn RS9 silahıdır. Ən yüksəyini aldıq, özdə üstünü aldıq. Görək bizlə bir yerdə necə bir oyun göstərəcək bu silah. Yəni Uzi ilə oynadığımız oyunlar yadımdadır mənim. Uzi kadar güçlü olabileceğimi, Uzi'nin verdiği rahatlığı verebileceğimi bize. Buradan səs-küy yoktu. Tez düşək içəriyə. Oradan da birbaşa dayanmadan radiasiya bölgəsinə. Və bəli dostlar, sonunda gəlib radiasiya bölgəmizə çatdıq. Yaxşı gəl, vurdum sən. Düz qaldı qapının altında, imkan vermədi. İndi mən keçim, nə də özü keçə bildi. Gəlib sonra radiasiya bölgəmizə çatdıq. Deyəsən elə ən tez çatanlardan biri bizik. Tez buraları lootlayaq. Ən əsas məsələ lootdur. Ondan sonra fightlar falan önəm daşıyır. Qabaqda qəşəng qırğın var axı. Nə qədər əlimizdə fürsət var, buranı bir dənə lootlayaq biz. 814 mindən girdik bura. Görək neçə mindən 800 min. Okay. Görək neçə milyondan çıxacağıq buradan. Aha, qabaqda adamlarda da JS9 var. Silahın adı yadımdan çıxır, dəqiqə baş. Altı dənə sandıq qaldı. Bir dənə qəşi altın külçədən zaddan versə. O günləri buradakı sandıqlar ya hərəsi bir dənə altın külçə verdi də mənə. 800 min xeyir verdi mənə. Amma bu da pis deyil. Məsəl üçün bayaqdan 3 dənə 43 min verib, 2 dənə 57 min veribdi. Azdı amma pis deyil. Üstün, okey, bunu tulla, parlatılmış tulla. Buradakı bot yoxdur heç. Onu en azından güllə işlətməyəcəyik. İki dənə, üç dənə sandıq qaldı. Onları da tez açaq. Sonra fightlara qoşulaq. Qəşəng bir dənə də 128 minlik. Aha, qabaqda. Sonuncu sandıqdır. Bunu da açaq. Sonra buradakı adam oynayaq. Bu deyəsən bossla fight atır. Okay, ayak sesini de aldık. Oo, P90 da bunlar. Geçək. Pro VPN özdə. Ben bir daha bu canı basmalıyım. Eynen. Elbette mekanı aldın, elə bildin oyuncusan da. Parlatılmışı tulla. P90 mermisi de lazım değil bize. Okey. Beşə kitmiti yaxşı yığdıq. Əsas bizə lazım olanlar bu poç kutuları idi. Bizim yəni o yadımızdan çıxıbdı. Əslində yadımızdan çıxmır. Sadəcə olaraq önəm vermirik daha ona. Burada da CS9 imiş. Kaslı ilə parlatılmış tullayaq. İhtiyac yoxdur ona. Əlimizdə bir 250-dən 300-dən güllə var. Girək bossla fight ataq. Tez bir dənə bossu da öldürək.
Nə iğrənc sprey gedir bundan. Nə qədər can gedir ya onun? Heç can getmir axı bunun. Mən nə yalanla bundan fight'a girdim ki? Mermi kurtardı ya. Yaxınlaşma görüm, özümü öldürəcəm indi. Hasar vermiyor bu bomba atar deyəsən. Şükür Allah'a. Canımızı basaq. Çok mermimiz getdi boşu boşuna. Evet, sayı da vermedi. Şifre mektubu kırmızı verdi. Burada babada ayak sesi veririm. Ne bileyim ha. Adam MK yoksa M4. MK yoksa MC. MK yoksa MC. Bence MC. Bizim bir tane problemimiz var. Şifre mektubu qara yoxdur bizdə. Siyah şifre mektubu deyək də biz backup'sını açmaq üçün. O da əslində belə böyük bir problem deyil. Buradan böyük ehtimal alacağıq. Bura verir çox vaxtı. Oy. Konkret ağzımla çağırdım esi. Şifre mektubunu. Mənə mütləq lazım idi də bu. Neynəyəcək? 7.62'den biraz tullayacaq. Oy, yüreğim üzüldü. Sunka açıq. Bismillah. Bu neynədir ki güya? Amma dəlləməyə girib. Üfsü. Buranın qapısında rahatlıqla açaq. Əsas məsələ indi bura bizə nə loot verəcək? Biz o lootu necə yığacağıq? Oy, bu nə loot idi? 10 dənə kitdi, neyirəm 10 dənə kitdi? Sunkamda 40 dənə falan var onsuz envanterimdə. Buradan çıxanda axırda nəyə yerim olsa onu götürərəm. Əslində güllə tullayacaqdıq biz. Altın yığını. Nədir bu? Gülləni keçid bura. Altın yığınını at. Altın qumu at. Külçəni at. Kitləri də yığa bildiyin qədər yığ. Gülləni də yığ. 9 kit 120 əvsü. Qəşək. Məncə bu qədər bəs eləyər. Aha, ayak sesi geldi. Bir canla neye fırlanır bu adamlar? Ürək yiyiblər bunlar nəsə, bu çatmır mənə. Qəşək. 25.000 də bərəntisini aldıq. Bir dənə də leş gəldi. Sunkamı qurdalayırdım oradakı, görüm artıq əşki nə var nə yox. Elə yaxşı biraz qalmışıq. Yavaşdan çıxışa doğru gedək. Etkini yalanı təmizləyənlər də gəlmişdilər, onlar da vurduq. Ora etkinliyin lootunu da götürdük qəşək. Burada pusul eləyənlər olur çox vaxtı. Ehtiyatlı olmaq lazımdır. Yavaşdan çıxışa doğru gedək.
Çıxışda görüşmək üzrə deyək dostlar. Və bəli dostlar, gəlib sonunda çıxış nöqtəmizə tərəf çatdıq. Bot bir dənə bizə güllə atmasın. Olmadı. Daba sənin işin olmadı. Mən yəni bir dənə gülləmi öləcəksən sən. Prosta boşa nəyə güllə atmıyor. Botdan mənə nə xeyir. Və sonunda çıxış bölgəmizə gəlib çatdıq dostlar. Çıxışımızı eləyə görək. Şu. Qəşəng. Tərtəmiz 3 milyon toplam qazanc. 3 milyon 468 min. Biz ona 3 milyon yarım deyək. Kazanılan onur 731. Qəşəng yəni xal verdi də bizə. 10 nəfəri vurmuşuq. Onun 5'i əsl adam, 4'ü canavar, o birisi nəsə də böyük ihtimal bossdur. 4 dənə o robotlar deyir. Keçid eləyək, buradan götürdüyümüz veşmişləri də sataq tez bir şəkildə, ondan sonra videonu yavaşdan sonlandıraq. Və savaşçı 1 olduq. Dostlar gördüyünüz kimi savaşçı 1 hardasa 1000 xaldan sonra, geç 1000 xalda deyil, 642 xaldan sonra nədir bunun adı? Ölümcül pusu üstü. Ölümcül pusu setinin altını alacağıq. Yəni seçkin 5 olacağıq. Yəni çox az qalıbdı. Ondan sonra kahraman, ondan sonra əfsanə. Buradan sandığımızı alaq 3 dənə. Bunu açaq görək bizə nə verəcək. 3 dənə üstün silah, qəşəng. C36, P90 falan. Bir dənə deməli MC qabağıq. Buradan tavanı sataq tez bir şəkildə. 20 minə qəşəng. Buradan böyürdən sat deyirik, gəlirik bura, tümünü seçirik. Nə qədər? 3 milyon 100 min. Bunlarla bir də 3 milyon 200 min. Bunlar bizə nəyəsə görə lazım deyə satmırıq. Tam olaraq 3 milyon 160 min deyək. Biz 59 min deməyək daha. Yuvarlaqlaşdıraq. Dəyər götürdük bir oyun ərzində. Gözəl bir oyunumuzun, gözəl bir videomuzun daha sonuna gəldik deyirəm dostlar. Silahımız da çox gözəl iş gördü. Videonu bəyəndisə, zəhmət olmasa bəyənməyi, kanala abunə olmağı unutmayın. Gələn videolarımızda görüşmək üzrə deyirəm dostlar. Bye bye.